Salam uşaqlar, xoş gördük hər birinizi. Necəsiz? Ümid edirəm yaxşısınız. Kvadrat kök rasional aslı qüvvətdən 70-ə gəlib çıxmışdıq. 71-ci sualdan başlayaq. İzahları sizə təqdim edək. Başlamamışdan qabaq kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmırıq. Deməli, 71-ci sual. Bismillah. Kök adda 8 üstü 2 üstə gəlsin, 15 üstü 2 ifadəsinin qiymətini hesablayın. Burada edə biləcəyim nə var? 8-i kvadrata yüksəltmək 64, 15-i kvadrata yüksəltmək 225, toplayanda 289, buradan da çıxır nə? 17. Cavab olur A variantı. 72-ci sualımız. Həmçinin burada da eyni qaydada 1 bölək 3 üstü 2 üstə gəlsin, 1 bölək 4 üstü 2. Çox şagird nə edir? Çox şagird deməyək daha doğrusu. Kökdən anlayışı az olan şagird götürür bunu ayrı-ayrı kökdə yazır. 1 bölünsün 3 üstü 2 falan. 1 bölünsün 4 üstü 2. Belə şey qətiyyən yol verilməz də olmaz. Nə etmək lazımdır? Heç nə eləcə bunu 9-da 1 kvadrata yüksəltmək lazım. Bu da 16-da 1. Bu da olur kök altında. Bunları ortaq məxrəcə gətirərsən. 9 ilə 16 qarşılıqlı sadə ədəd olduğuna görə bunların hasilidir. 9 altın 54, 144. Düzdür. Bunu 16-ya vurdum. Bunu da 9-a. Olur 25. Bundan da çıxır kök 12-də 5 çıxır. Cavab olur E variantı. 72-ci sualımız. 73-cü sual. Kökdə 2, kök adda 8 çıxılsın, kök adda 18, kök adda 32. Əslində kökün içindəki ifadəni sadələşdirə bilərəm, ya da ki kökün xaricindəki 5-ci sinifdə keçdiyimiz vurmanın paylama qanunu ilə vurarım. Yəni kökdə 2-ni kökdə 8-ə vuranda olur kök adda 16 çıxılsın, kök adda kökdə 2-ni kökdə 18-ə vuranda olur 36, kök altında 2-ni 32-yə vuranda 64. Bundan çıxır 4, bundan çıxır 6, bundan da çıxır 8. Dəlir nə? 6. Cavab olur C variantı. 73-cü sualımız. 74-cü sual. Bizə deyir ki, müqayisə elə, düzdürmü? A bərabərdir 2 kökdə 6, B bərabərdir kökdə 23, C də bərabərdir 3 kökdə 3. Yazınıza saxlayın. Kök altı ifadələri müqayisə eləyəndə kökün xaricində nəsə varsa onu kökün altına salmaq daha məqsədə uyğundur. Yəni bu 2-ni kökün altına salanda olur kök adda 4, 6-ya da vuranda olur 24. B zaten kök adda 23-dür. Bunun bir şey yoxdur. C də 3-ü kökün altına salanda 9 vuraq 3 eləyir 27. Baxan kimi görürəm ki, burada ən kiçiyi B, ondan biraz böyük A, ondan da böyük C-dir. Yəni BAC. Cavab olur B variantı. 75-ci sualımız. Yenə də müqayisə edindi. A bərabərdir 3 kökdə 2, B bərabərdir 2 kökdə 3, C bərabərdir kök adda 17. Baxın, bu 3-ü kökün altına salıram, kök adda 18 olur. 2-ni kökün altına salıram, kök adda 12 olur. C də zaten kök adda 17-dir. Bunların içində ən kiçiyi B-dir, sonra C-dir, sonra isə nədir? Ən böyük A-dır. Cavab olur B variantı. Yetmiş 6-cı sualımıza baxaq. Bu da yenə müqayisəyə aiddir. 3 kökdə 2, B bərabərdir 2 kökdə 3, C də kök adda 17-dir. 3-ü kökün altına salanda kök adda 18 olur. 2-ni kökün altına salanda kök adda 12 olur. Eyni sualdır öyle qardaş. Deyəm bircədir. O eyni sualdır. Baxın bir dənə. Bax, bununla bunda nə fərqi var ki? A 3 kökdə 2, B 2 kökdə 3, C də kökdə 17.
Deməli, nə oldu burada da yenə? B kiçikdir. C-dən, o da kiçik A'dır. B kiçikdir, C kiçikdir A. Variantı da dəyişin bilərik, sağ olsunlar. 77. Aşağıdakilərdən doğru deyil. Hansı doğru deyil? Əsası eyni olan qüvvətləri vuranda qüvvət üssü toplanır. A variantı doğrudur. Əsası eyni olan qüvvətləri vuranda, daha doğrusu, qüvvət üsləri də fərqlidir, əsas fərqli. Belə bir qaydamız yoxdur bizim. Yanlış olan B variantıdır. Əsası eyni olan qüvvətləri böləndə qüvvət üsləri çıxılır. Qüvvətin qüvvət üslərinin hasilidir. Üst mənfidirsə əsasın tərsini yaza bilərsən. E variantı da doğrudur. Düzgün olmayan B variantıdır. Çünki elə bir qaydamız yoxdur bizim. 78-ci çalışma. 6 üstü 3 vurulsun 10 üstü 4. Bölünsün 4 üstü 2 vurulsun 15 üstü 3. Deməli, mən nə edərəm? Bax, 6 üstü 3-ün əvəzinə 2 vurulsun 3 üstü 3 yazaram. O da 2 üstü 3 vurulsun 3 üstü 3 deməkdir. 10 üstü 2-nin əvəzinə 2 vurulsun 5 yazaram. O da 2 üstü 2, 5 üstü 2'dir. Daha doğrusu bunun üstü 4 idi, düzdür? 10 üstü 4 idi. Bu olacaq belə. 4 üstü 2'nin əvəzinə 2 üstü 2, 10 üstü 2, yəni 2 üstü 4 yazaram. 15 üstü 3'ün əvəzinə 3 vuraq 5 üstü 3, yəni 3 üstü 3, 5 üstü 3 yaza bilərəm. Gətirib dediklərimi bir-bir qoyuram yerinə. 6 üstü 3'ün əvəzinə 2 üstü 3, 3 üstü 3, 10 üstü 4'ün əvəzinə 2 üstü 4, 5 üstü 4, 4 üstü 2'nin əvəzinə 2 üstü 4, 15 üstü 3'ün əvəzinə 3 üstü 3, 5 üstü 3. Bunu da biraz da sadələşdirsəm, 2 üstü 3'ü 2 üstü 4'ə vuranda 2 üstü 7, 3 üstü 3'ü olduğu kimi qalır, 5 üstü 4. Məxrəcdə də 2 üstü 4, 3 üstü 3, 5 üstü nə var? 3 var. Bax, burada 3 üstü 3'lər gedər, 5 üstü 3 ilə bu gedər, 5 qalar. 2 üstü 4 ilə 2 üstü 7 gedər, 2 üstü 3 qalır. 2 üstü 3 8 eləyir, 8 ilə 5'ə vuranda cavab nə olur? Cavab olur 40, amma 40 yoxdur burada. Nəyisə səhv yazmışıq yəqin ki. Baxaq görək nəyi səhv yazmışıq burada. 6 üstü 3'ün əvəzinə 2 üstü 3, 3 üstü 3, tamam. 10 üstü 4'ün əvəzinə 2 üstü 4, 5 üstü 4, tamam. 4 üstü 2'nin əvəzinə 2 üstü 4, o da tamam. 15 üstü 3'ün əvəzinə 3 üstü 3, 5 üstü 3, o da tamam. 2 üstü 3, 2 üstü 7, 4'ə vuranda 2 üstü 7, 3 üstü 3, 5 üstü 4, 2 üstü 4, 3 üstü 3, 5 üstü 3. 3 üstü 3'lər getdi. 5 üstü 3 ilə 5 üstü 4 getdi. 5 qaldı. 2 üstü 4 ilə də 2 üstü 7'dən 2 üstü 4 getdi. 2 üstü 3 o da 8, 8, 5'in 40 eləyirək. 78-ci sualımız 40. Cavabda 40 yoxdur amma. Gəlin bunu bir də yazın, bir də baxın. Xoşuma gəlmədi bu. Yeri balaca oldu. Deməli 78. Baxın, 6 üstü 3 vurulsun 10 üstü 4 bölünsün. 4 üstü 4 vurulsun 15 üstü 3 bərabərdir. 6 üstü 3 nədir dedik? 2 vurulsun 3'ün üstü 3. Yəni 2 üstü 3, 3 üstü 3. 10 üstü 4 nədir bəs? 2 vurulsun 5'in üstü 4. Yəni 2 üstü 4, 5 üstü 4. Gəlin bunlar yazaq, qarşığa düşməsin. 2 üstü 3 vurulsun 3 üstü 3 vurulsun 2 üstü 4 vurulsun 5 üstü 4. Məxrəcdə 4 üstü 4. 4 üstü 4 imiş. Orada səhv eləmişik biz. Burada 4 üstü 2 yazmışam. Bildik səhvimizi. Tamam.
Bu 2 üstü 2'dir. Bunun da üstündə 4 düzdür. Bu da olur 4 üstü 8. 4 üstü 8 düzdürmü? 15 üstü 3'ün əvəzinə də 3 vurulsun 5 yazaram. 10 üstündə 3, 3 üstü 3, 5 üstü 3 olar. Gəlin bunu da yazaq yerinə. Deməli nə? 4 üstü, bax yenə səhv yazırıq, yorulmuş olayasın. 2 üstü 8 düzdür. 2 üstü 8 vurulsun 3 üstü 3, 5 üstü 3. Bərabərdir. Deməli 2 üstü 3, 2 üstü 4'ə vuranda nə olur? 2 üstü 7. 3 üstü 3, 5 üstü 4. 2 üstü 8, 3 üstü 3, 5 üstü 3. Düzdür. Bunlar bir-biri ilə gedər. Bununla bu gedər 5 qalar. Bununla da bu gedər. Burada 2 qalar. Cavab 2'də 5, yəni 2,5 olur. D variantı. Tamam, problem yox imiş. Problem bizim yazımızda imiş. 79. 79'da deyir 64 üstü 3'də 1 üstə gəlsin 64 üstü 6'da 1. Hesablayın deyir. 64'ün əvəzinə mən nə yaza bilərəm? Yaza bilərəm 4 üstü 3. Onun da üstü 1. Düzdür. Üstə gəlsin. Başqa necə yaza bilərəm? 2 üstü 6 da yaza bilərəm də 64'ün əvəzinə. Düzdür. Onun da üstü 6'da 1. Bərabərdir. Qüvvətini hesablayanda 3'də 1'i vuracam 3'ə. Olacaq 4 üstü 1. Üstə gəlinsin. 2 üstü 6'da onun da üstü 6'da 1 nədir? 6'dan vuracam 6'da 1 olacaq 2 üstü 1. Bu da 4 plus 2 cavab olacaq 6 D variantı. 79-cu sualımız. 80-ci sual. 80-ci sualda nə deyir? Bu da yeni qaydadadır. 16 üstü 2'də 3'dür. Çıxılsın 64 üstü 3'də 2'dir. Üstə gəlsin 27 üstü 1. 16'nın əvəzinə 2 üstü 4 üstü 2 də yaza bilərəm. 2 üstü 4 də yaza bilərəm. Burada 4 üstü 2 mənə bəs eləyir. Bax 4 üstü 2, bunun da üstü 2'də 3. Çıxılsın 64'ün əvəzinə də 4 üstü 3, onun da üstündə 3'də 2 yazıram. Üstə gəlsin 27'nin əvəzinə də 3 üstü 3, onun da üstündə 3'də 1 yazıram. Qüvvətini hesablayanda 4 üstü 2'ni 4'ün üstündəki 2'ni 2'də 3'ə vuranda olur nə? 4 üstü 3. Düzdür. Çıxılsın 4 üstü 3 üstü, onun da üstü 3'də 2'dir. Qüvvətini tapanda onlar bir-birinə vurulur. Qüvvət üstləri, yəni 3 üstə 2'yə vuranda olur 4 üstü 2. Üstə gəlsin 3 üstündə 3'ü vuracam 3'də 1 olacaq 3 üstü 1. Olacaq 64, 16, üstə gəlsin 3. Bu da eləyir 51. D variantı. 80-ci sualımız. Keçək növbəti sualımıza 81'ə. 81-ci sualda nə deyir? Baxın. 5 üstü kökdə 2 vurulsun 5 üstü kökdə 2 plus 1 vurulsun 5 üstü 1 minus kökdə 8. Bax, mən kökdə 8'in əvəzinə nə yaza bilərəm? Kök altda 4 vuraq 2. Yəni 2 kökdə 2 yaza bilərəm. Bax, ona görə də bunu silirəm. Əvəzinə yazıram 2 kökdə 2. Deyəcəksiniz, nəyə görə müəllim? İndi görəcəksən. Əsası eyni olan qüvvətləri vuranda qüvvət üstü toplanır, düzdürmü? Yəni kökdə 2, üstə gələk kökdə 2, üstə gələk 1, üstə gələk 1 minus 2 kökdə 2. Düzdür? Bərabərdir. 5 üstündə. Bax, bu kökdə 2'lər bu 2 kökdə 2 ilə gedir. 1 ilə 1 toplayanda da olur 2, cavab olur 25. O da olur nə variantı? E variantı. 81-ci sualımızın cavabı. Növbəti sualımıza baxaq. 82. Deməli, 5 üstü 3 vurulsun 5 üstü -4 vurulsun 5 üstü 2. İfadəsinin qiymətini hesablayın. Əsas eyni olan qüvvətlər vuranda qüvvət üstləri toplanır. Yəni 5 üstündə 3 plus -4 plus 2. Bu da eləyir nə? 5 üstü 1, yəni 5. Olur B variantı.
83-cü sualımız. Deməli, böyük mötərizədə 9 vurulsun, -3 üstü -1, onun da üstündə nə? -2. Belə deyim də, içərini həll edib, sonra -2-ci dərəcədən qüvvətə yüksəltmək, o da olar, belə ayrı-ayrı hasilin qüvvəti kimi də baxa bilərsən. Gəlin, biz içəridəki ifadəni biraz sadələşdirək. Mən bilirəm ki, -3 üstü -1, 1 bölək -3 üstü 1 deməkdir. Yəni, qısası -3-1 deməkdir. Düzdür? Gətirib yazıram. 9 vurulsun, -3-1. Bunun da üstündə nə? -2. 9-u -3-1-ə vuranda nə olur? Bununla bu ixtisar gedir. -3 qalır. Olur -3 üstündə -2. Təbii ki, bunu da hesablamaq üçün müsbət üstə çevirməliyəm. Necə çevirirəm? Əsası tərsinə çevirməklə. 1 bölək -3 üstü 2. Bu da olur nə? 9-da 1. 9-da 1 özdə müsbət cavab olur. E variantı 83-cü sualımız. 84-cü sual. Deməli, 2 vurulsun 5 üstü 22 çıxılsın. 9 vurulsun 5 üstü 21. Bölünsün 25 üstündə 10. Bərabərdir. Əvvəla bu 25 üstündə 10. 5 üstü 2, onun da üstündə 10 deməkdir. Yəni 5 üstü 20 deməkdir. Gətirib məxrəcə yazıram 5 üstündə 20. Keçirəm bura, bax burada da 5 üstü 20 və 5 üstü 22 və 5 üstü 21 var. 5 üstü 21-i ortaq vuruq kimi çıxarsam, qalacaq 2 vurulsun 5 üstü 1, çıxılsın 9 vurulsun 5 üstü 21 çıxartmışam deyə heç 9 qalır. Bərabərdir. Məxrəcdə 5 üstü 20-miz var. Surətdə 5 üstü 21 vurulsun. 2 5-in 10, ondan 9 çıxanda nə qalır? 1. Bu 5 üstü 20 ilə də 5 üstü 21-in 20 dənəsi gedir. 5 üstü 1 qalır. O da eləyir elə 5. Cavab olur nə variantı? A variantı 84-cü sualımızın cavabı. 85-ci sualımız. -2 üstü 3 vurulsun, -3 üstü -3 vurulsun, -5 üstü 2 bölünsün, 20 üstü 2 bərabərdir. Məndən sizə əmanət nə? Üstdə mənfi görürsünüzsə onu müsbətləşdirin. Müsbətləşdirin nə deməkdir? Bura plus yazım, xeyr uşaqlar. Nə etməlisiniz? Surətdə əgər hər hansı qüvvəti mənfi olan ifadə varsa onu məxrəcdə qüvvəti mənfi olan varsa surətə keçirdib bunu müsbətləşdirə bilərsiniz. Yəni əsası tərsinə çevirməklə. -2 üstü 3 eləyir -8. O öz yerində. -5 üstü 2 eləyir müsbət 25. O da öz yerində. Bax bu -3 üstü 3 var ha. Bunu keçirdirəm məxrəcə. Məxrəcdə olur -3 üstündə müsbət 3. 20 üstü 2 o da 400 deməkdir da, düzdür? Belə. 8-i 25-ə vuranda nə olur? -200. -3 üstü 3 nə eləyir? -27 eləyir. Vurulsun 400. Mənfilər bir-birini aparar. Düzdürmü? 400 ilə də 200 ixtisar gedər 200-ə. Məxrəcdə 2 qalar. 2-ni də 27-yə vuranda 54. Surətdə də 1 qaldı. Cavab olar 54-də 1. Özdə müsbət E variantı 85-ci sualımızın cavabı. Nədəndirsə güvəni kitabında bunun da cavabını D variantı verib. Birincisi cavab heç vaxt mənfi ola bilməz. Nəyə görə heç vaxt mənfi ola bilməz? -2 üstü 3 bu mənfidir. Düzdür. -3 üstü -3 o da mənfi qalır. Burada birdən fikirləşiblər bu mənfilər bir-birinə aparır. Elə şey yoxdur. Yaxşı. -502 bu müsbətdir. Yəni ifadənin içində 2 dənə mənfi qalır. O da müsbət eləməlidir. Bu 1. İkincisi də 54-də 1 eləyir cavab. Xahiş edirəm. Girib orada elə varianta baxıb yazmayın ki, müəllim yenə səhv yazmışam falan filan. Tam baxın sonra əgər səhv yazmışamsa yazın. Yenə də aydınlaşdıraq, problem yoxdur. Yaxşı. Amma nağıl danışmaya da rəylərdə yaxşı. Danışanlara daha sözüm sizə yox. Siz ağıllı şagirdlərsiniz maşallah. Allah saxlasın.
Deməli uşaqlar, 2də 1 üstü mənfi 3 vurulsun 8 üstü mənfi 1 bölünsün 16 üstü 2də 1 vurulsun 4 üstü mənfi 1. Nə dedim mən? Dedim ki, harda mənfi görürsənіз, sürətlə məxrəcin yerini dəyiş. Sürətdədirsə məxrəcə keçir üstü müsbətləşdir, məxrəcdədirsə sürətə keçir üstü müsbətləşdir. Amma məsələn 2də 1 üstü mənfi 3-ü mən elə 2 üstü 3 yaza bilərəm müsbət. 8, bax, 16 üstü 2də 1-i dəymirəm. 4 üstü mənfi 1 keçir surəti olur 4 üstü 1. 8 üstü mənfi 1 gəlir aşağı olur 8 üstü 1 müsbət. Yəni kimin üstü mənfidirsə yerini dəyişirəm. Yaxşı. 2 üstü 3 hamımız bilirik ki 8 eləyir. Vurulsun 4 üstü 1 elə 4'dür. 16 üstü 2də 1 yəni kök altda 16 deməkdir. Ondan da 4 çıxır. Vurulsun 8 üstü 1 bu da 8 deməkdir. Sürətlə məxrəc eynidir. Yəni 32'də 32 və yaxud da ixtisar da apara bilərsiniz. Cavab eləyir nə? 1 olur. B variantı 86-cı sualımız. 87-ci suala baxaq. 87-ci sualda görək nə deyir? 81 üstü mənfi 4'də 1. Üstə gəlinsin 16 üstü mənfi 0,25. Uşaqlar 81 3 üstü 4 deməkdir. Bunun da üstündə mənfi 4'də 1 varsa, düzdür. Bu 3 üstü mənfi 1 eləyir. 3 üstü mənfi 1 nə deməkdir? 3'də 1. Bax, gətirib bunun əvəzinə yazıram 3'də 1. Üstə gəlinsin. Sonra 16 üstü mənfi 0,25. 16 2 üstü 4 deməkdir. Onun da üstü mənfi 0,25. Qüvvətin qüvvətini hesablayan qüvvət üstləri bir-birinə vurulur. Olur 2 üstü mənfi 1. 2 üstü mənfi 1 nə deməkdir? 2'də 1. Gətirib bunun da əvəzinə burada yazıram. 2'də 1. Bunu da toplayanda nə eləyir? 6'da 5. Cavab nə olur? A variantı 87-ci sualımız. Növbəti sualımız 88. 88-ci sualda deyir ki, 0,25 üstündə mənfi 2'də 3 çıxılsın 75 üstü 0. 0,25 üstündə, bax burada yazıram, mənfi 2'də 3. 0,25 nə deməkdir? 4'də 1. 4'də 1 üstü nə? Mənfi 2'də 3. Düzdür. 4'də 1 üstü mənfi 2'də 3, 4 üstü müsbət 2'də 3 deməkdir. Sürətlə məxrəcin yerini dəyişdim. Tərsinə çevirdim, üstünü müsbətləşdirdim. 4'də 2 üstü 2 deməkdir. Düzdürmü? Onun da üstündə 2'də 3. Qüvvətləri bir-birinə vuranda 2 üstü 3 eləyir. Bu da olur 8. Bax, deməli bu 8'dir. Gətirib yazıram 8 çıxılsın. Nəyinsə üstündə 0 nəyə bərabərdir? 1'ə. 8'dən 1 çıxanda nə qalır? 7. Cavab olur B variantı 88-ci sualımızın cavabı. 89'a baxaq. 89'da deyir ki, kök altında 3-cü dərəcədən mənfi 8. Bilirsiniz, tək dərəcədən kökün altında mənfi də olar, müsbət də olar, hər şey olar. Amma cüt dərəcədən kökün altında mənfi olmaz. Deməli, 3-cü dərəcədən mənfi 8-dən mənfi 2 çıxır. 4-cü dərəcədən 81-dən 3 çıxır. 5-ci dərəcədən 32-dən də 2 çıxır. Bu deyir mənfi 1. Cavab olur nə variantı? C variantı. 89-cu sualımızın cavabı. 90-cı sual. 90-cı sualda mən bir-bir bunun cavabını yazacağım. Bax, 3-cü dərəcə, lap yazaq yaxşı. 3-cü dərəcədən mənfi 27. Üstə gəlinsin 3-cü dərəcədən mənfi 8. Üstə gəlinsin kök altında 4-cü dərəcədən mənfi 1 üstü 2 1 deməkdir. Yaxşı, bilirik də bunu. Kök altda 4-cü dərəcədən 81. Üstə gəlir kök altda 3-cü dərəcədən mənfi 1. Bərabərdir. Baxın, kəsr xətti çəkirəm. 3-cü dərəcədən mənfi 27-dən çıxır ilə mənfi 3. Üstə gələk. 3-cü dərəcədən mənfi 8-dən mənfi 2 çıxır. 4-cü dərəcədən 1-dən elə 1 çıxır. 4-cü dərəcədən 81-dən 3 çıxır. 3-cü dərəcədən mənfi 1-dən elə mənfi 1 çıxır. Kökdən mənfi çıxmaz deməyin. Tək dərəcədən kökdən söhbət gedir. Mənfi 3, mənfi 2 üstə gəlinsin 1. Eləyir mənfi 4. 3-ün üstünə də mənfi 1 gələn eləyir müsbət 2. Cavab olur mənfi 2. Doğru, C variantı 90-cı sualımızın cavabı. 91
64 üssü 3'də 1 üstə gəlsin. Kök altında 3-cü dərəcədən mənfi 27. Üstə gələk 4 üssü mənfi 2-də 1. Mən bir-bir göstərirəm sizə. 64 üstü 3'də 1. 64 4 üstü 3'dür. Onun da üstündə 3'də 1 olanda qüvvətlər bir-birinə vurulur. Bu olur 4. Yazıram 4. 3-cü dərəcədən mənfi 27-dən nə çıxır? Mənfi 3 çıxır. Düzdür. 4 üstü mənfi 2-də 1. Bu 4 2 üstü 2'dir. Onun da üstündə mənfi 2-də 1. Qüvvətlər bir-birinə vurulanda 2 üstü mənfi 1. 2 üstü mənfi 1-də 1 bölü 2 üstü 1 deməkdir. Yəni 2-də 1. Yəni 0,5. Gətirib üstə gələk 0,5 yazıram. Bərabərdir. 4-ün üstə mənfi 3 1. 1-in üstə 0,5 1,5. 1,5 də nə deməkdir? 2-də 3 deməkdir. Yəni D variantı. 91-ci sualımızın cavabı. Növbəti sualımız 92-ci sual. 3-cü dərəcədən mənfi 64-dən mənfi 4 çıxır. 64-dən 8 çıxır. Çıxılsın kök altında 3-cü dərəcədən mənfi 1 üstü 2. Bunu özüm yazmadım. Çünki göstərmək istəyirəm. Mənfi 4 üstü 8 gələndə 4 eləyir çıxılsın. Kök altında 3-cü dərəcədən mənfi 1 üstündə 2 müsbət 1 eləyir. Yaxşı. 4 çıxılsın 3-cü dərəcədən 1-dən də 1 çıxır. 4-dən də 1 çıxanda nə eləyir? 3. Cavab nə olur? A variantı. 92-ci sualımız. 93-cü suala baxaq. Hansı müsbətdir deyir? Məsələn, A variantı. A variantı 2 çıxılsın kökdə 5. 2-ni kökün altına salan nə eləyir? Kök altda 4. Kök altda 4 çıxılsın kök altda 5. Kiçik 0-dan. Nəyə görə ay müəllim? Baxın, böyük ədəddən kiçik ədədə çıxanda müsbət alınır. Kiçikdən böyük çıxanda mənfi alınır. Məsələn, 8-dən 5 çıxanda cavab müsbət eləyir. Amma 5-dən 8 çıxanda cavab mənfi eləyir. Yaxşı. Ona əsasən deyirəm ki, kökdə 4 kökdə 5-dən kiçik idi deyə çıxanda bu mənfi olmalıdır. Yəni A variantı müsbət deyil. B variantı eyni qaydada B variantı da mənfidir. C variantı da mənfidir. D variantı da mənfidir. Amma E variantı. E variantına baxın. E variantında yazıb ki, kök altda 12 çıxılsın, kök altda 11. Kök altda 12, kök altda 11-dən daha böyük ədəd olduğuna görə bunlar bir-birindən çıxanda 0-dan böyük ədəd verəcək bizə. Və sənə də həmçinin. Yaxşı. Yaxşı, ay müəllim, başa düşdük. Sən belə niyə eləyirsən falan deyirsiniz, amma istəyirəm ki, daha yaxşı öyrənəsiniz. Kök altda 0,81-dən nə çıxır? 0,9. 0,49-dan 0,7. 2,56-dan 2,10 tam yox. Səhv eləmirəmsə, deməli, nə çıxır? 1,6. 1,44-dən 1,2. Bunları toplayanda olur 1,6. Bunları da çıxanda qalır 0,4. 16 bölək 4, o da eləyir nə? Elə 4. Cavab olur E variantı 94-cü sualımızın cavabı. 95-ci sual. 95-ci sualda nə deyir, nə istəyir? 1 bölünsün 2 plus 2 kökdə 2 çıxı üstə gəlsin. 1 bölünsün 2 minus 2 kökdə 2. Ay müəllim, 2 kökdə 2 deyil. Kökdə 8-dir. Bəli, kökdə 8 elə 2 kökdə 2 deməkdir. Əslində bunlar bir-birinə qoşmadır. Amma sən biraz da irəli gedib belə eləyə bilərsən. Buradan 2-ni ortaya vuruq kimi çıxardıb 1 minus kökdə 1 plus kökdə 2. Burada da həmçinin 2-ni ortaya vuruq kimi çıxardıb 1 minus kökdə 2 kimi yaza bilərsən. Ondan sonra bunları ortaya məxrəcə gətirmək üçün bu vurulmalıdır 1 minus kökdə 2-yə. Bu isə 1 plus kökdə 2-yə vurulmalıdır. Vurandan sonra olacaq 2 vurulsun, 1 plus kökdə 2 vurulsun, 1 minus kökdə 2. Hər ikisinin məxrəci eyni olduğuna görə mən bir məxrəcdən istifadə edə bilərəm artıq. Birincinin surəti vurulacaq 1 minus kökdə 2-yə, elə olacaq 1 minus kökdə 2. İkincinin surətdə vurulacaq 1 plus kökdə 2, olacaq elə 1 plus kökdə 2. Buradan kökdə 2-lər gedəcək. Surətdə 2 yaranacaq. Məxrəcdə də 2 vurulsun. Qoşma olduğuna görə olacaq 1-in kvadratı çıxaq kökdə 2-nin kvadratı. Buradan da 2 bölünsün, 2 vurulsun. 1-in kvadratı 1 eləyir. Kökdə 2-nin kvadratı nə eləyir? 2 eləyir. 1-dən 2 çıxanda mənfi 1 qalır. Buradan 2-lər gedir. Cavab olur mənfi 1. Məxrəzdəki mənfi 1 yox. Ümumiyyətlə istəyirsən heç belə yazmam. Surətdə 2 var, məxrəzdə mənfi 2. Cavab nə olur? Mənfi 1 olur da.
Bu da olur C variantı. 95-ci sualımızın cavabı. Baxaq 96-ya. Deməli, kök altında 20 vurulsun kök altında 45. Çıxılsın kök altda 5 vurulsun kök altda 80. Bölünsün. 2 kökdə 3 vurulsun kök altda 12. Üstə gələk 88. Heç nə eləmək lazım deyil. Sadəcə olaraq 20-ni 45-ə vura bilərəm də. İkisi də eyni dərəcədən kökün altındadır. Kök altda 9 deyilur. Düzdürmü? 5-i də 80-ə vuranda nə eləyir? 400. Eyni qaydada 2 ilə işim yoxdur, amma kökdə 3-ü kökdə 12-yə vuranda 36 olur. Plus 88. Buradan çıxır 30, buradan çıxır 20. Buradan 6 çıxır 2-yə vuranda 12 plus 88. Bu olur 100, bu da olur 10. Cavab olur 10'da 1, yəni 0,1. Cavab B variantı. 96-cı sualımız da. Növbəti sualımız 97. 97-ci sualda deyir ki, 3 kökdə 2 üstə gəlsin 2 kökdə 3 bölünsün 2 kökdə 6. Məxrəcini irrasionaldan azad elə. Məxrəcdə kökdə 6 var. Mən kökdə 6-dan azad eləmək üçün nə etməliyəm? Təbii ki, bir dənə də kökdə 6-ya mən vurmalıyam. Yəni 2 kökdə 6-nı vurmalıyam kökdə 6-ya. Eyni qaydada surəti də vururam kökdə 6-ya. Necə ki, məxrəci kökdə 6-ya vurdum, surəti də kökdə 6-ya vururam. Kökdə 6-ya vuranda vurmanın paylama qanunu vurub açanda 3 kökdə 2-ni kökdə 6-ya vuranda 3 kökdə 12 olur. Plus 2 kökdə 18 olur. Bərabərdir. Kökdə 6-nı kökdə 6-ya vuranda 6 çıxır. Onu da 2-yə vuranda olur 12. Məxrəcimiz olur nə? 12. Surətdə 3 kökdə 12 var. Kökdə 12, bax burada yazıram. Kökdə 12, kök altda 4 vurulsun 3'dür. Bu da 2 kökdə 3'dür. 3'ə də vuranda qarşıda 3 var axı burada. Olur nə? 6 kökdə 3 plus kökdə 18. Kökdə 18, kök altda 9 vuraq 2 deməkdir. Bu da 3 kökdə 2'dir. Qarşıda da 2 var. 2'yə vuranda o da olur 6 kökdə 2. 6'nı ortaq vuruq kimi çıxarsam, kökdə 3 üstə gələk kökdə 2 bölünsün 12. 12 ilə bu ixtisar gedir. 2 qalır. Məxrəcdə 2, surətdə isə kökdə 3 plus kökdə 2 olur. Cavab olur C variantı. 97-ci sualımız. 98. Deməli 98-də nə deyir? Nə istəyir? Heç nə. X-i verib kök altda 12 çıxır, kök altda 18. Y-i də nə verib? Gəl bunu biraz sadələşdirək. 2 kökdə 3 çıxılsın 3 kökdə 2. Ehtiyac var idi mi? Bilmirəm, var idi yoxsa yox. Eləmirəm. X-i verib, Y-i nə verib bəs? Kök altda 27, üstə gələ kök altda 18. Bizə deyir X, Y hasilini tapın. İndi yazıram yerinə heç nə. Kökdə 12 çıxaq kökdə 18. Kökdə 27 üstə gələk kökdə 8 deyib. Ehtiyac var imiş. Gəlin yazaq, onu da sadələşdirək. Gəl bunu da silim. 12'nin əvəzinə nə yaza bilərəm? 3 4 vurulsun 3, o delir 2 kökdə 3. Düzdür, çıxılsın. Çıxılsın. 2 kökdə 2. 2'ni də ortaq vuruq kimi çıxarsam, kökdə 3 çıxaq, kökdə 2 olur. Düzdür. Y nədir bəs? Kök altda 27 üstə gələk, kök altda 18. Bu 3 kökdə 3'dür. Bu da deməli 3 kökdə 3, 3 kökdə 2'dir. Buradan da 3'ü çıxardıram, kökdə 3, üstə gələk, kökdə 2. Tamam, əla. X vuraq Y. Gəl indi hesablayaq. X-in əvəzinə 2 vurulsun, kökdə 3, üstə gələk, kökdə 2. Y-in əvəzinə də
3 vurulsun, kökdə 3, üstə gələk kökdə 2 yazıram. 2-ni 3-ə vuranda eləyir 6. Kökdə 3 minus kökdə 2 ilə kökdə 3 plus kökdə 2 də burada minusdur. Qoşma ədədlərdir. Qoşmadır. Deməli, kökdə 3-ün kvadratı olacaq. Çıxılsın kökdə 2-nin kvadratı. Bu da 1 eləyir. Elə cavab olur nə? 6 vurulsun. 1, 6. O da olur E variantı. 98-ci sualımızın cavabı. 99. Deməli, 99-da nə deyir? Nə istəyir? 99-da deyir ki, ixtisar edin. Kök altında 3-cü dərəcədən 27, A üstü 6, B üstü 3. Məxrəcdə isə kök altında 5-ci dərəcədən 32, A üstü 10, B üstü 5. Düzdürmü? Bax, gəlin kökdən birinci çıxardaq. 3-cü dərəcədən 27-dən 3 çıxır. A üstü 6-dan A üstü 2 çıxır. B üstü 3-dən də elə B çıxır. 5-ci dərəcədən 32-dən 2 çıxır. A üstü 10-dan A üstü 2 çıxır. B üstü 5-dən də B çıxır. Gəl ixtisarlara aparaq. A üstü 2-lər gedir, B-lər gedir. 2-də 3 qalır. 2-də 3 də 1,5 deməkdir. 2-də 3 kimi saxlayıb C variantı 99. 100-cü sualımız. Deməli, bizə belə bir ifadə verib, 3 üstü n, üstə gələk 9 bölünsün, 3 üstü n bərabərdir 9-da 10. N üstü 3-ü deyir, tap. Çarpaz vururam burada. Lap istəsən belə bir şey də eləyə bilərsən. Sənə belə bir şey deyim də. 3 üstü n-ə bir A deyil. Gətir qoy yerinə. A üstə gəlinsin 9 bölünsün A bərabərdir 9-da 10. Çarpaz vursun. 10A bərabərdir 9A plus 81. 10A çıxılsın 9A bərabərdir 81-ə. A bərabərdir nəyə? 81-ə. A-na nəyi ifadə eləmişdik? 3 üstü n-i. Buradan 3 üstü n bərabərdir 81 yazıram. 81-in əvəzinə də 3 üstü 4 yazıram. Deməli, n nədir? 4-dür. Gəlirəm, indi məndən bunu istəyirdi. 4 yazıram. 4 üstü 3 olur nə? 64. Cavab olur E variantı. 100-cü sualımız. 101-ci suala baxaq. 101-ci sualda bizə nə deyir? 101-də deyir ki, sənə belə bir ifadə vermişəm. A kiçikdir B-dən. Kök altında A minus B-nin kvadratı bölünsün. 2 vurulsun A, çıxılsın 2B. Mən məxrəcdən 2-ni ortaq vuruq kimi çıxardaram. A minus B-ni saxlayaram. Kvadratla kök gedir, amma modulda A minus B yazıram. Çünki cüt dərəcədən kökdən çıxardıram ifadəni. İndi modul açmaq üçün şərtə baxıram. A B-dən kiçikdir. Deməli, mən sizə nə demişdim? Modul açanda mütləq şəkildə modulun içindəki ifadənin müsbət və yaxud da mənfi olduğuna baxacaqsınız. Bu mənfidir. Mənfidirsə, deməli, bu modul açanda qarşısına nə yazmaq lazımdır? Mənfi işarəsi. 2 vurulsun A minus B. Buradan A minus B-lər gedir, amma surətdə mənfi qalır. Mənfi 1. Bu da olur mənfi 2-də 1, yəni mənfi 0,5 cavab olur A variantı 101-ci sualımız. 102-ci suala baxaq. 102-ci sualda görək nə istəyir bizdən. Aha da 102-ci sual. Bu baş aşağı düşüb. Bizcə dəqiqə. Baxaq 102. Deməli, bizə 102-də deyir ki, sənə kök altda 3-ün 1,7 olduğunu vermişəm. Yəni, belə verir də, belə deyil. Və deyir, kök altında buna əsasən 75 bölünsün 100. Bu deyir neçədir? Gəl belə eləyək. Bunu birinci 25-ə ixtisar eləyim. Bu olsun 4-də 3. 4-dən 2 çıxır, burada kökdə 3 qalır. Gəl onda kökdə 3-ün əvəzinə 1,7 yazın, bölə 2. 1,7-ni də 2-yə böləndə nə düşəcək? 0,85 düşəcək. O da olacaq nə variantı? C variantı. Baxaq 103-ə. 103. Bu da qoşmadır da. Bir kökün altında yazsan,
Olacaq A minus B plus B. Ona görə də olacaq 4'ün kvadratı çıxılsın. 2 kökdə 2'nin kvadratı. 4'ün kvadratı olacaq 16. 2 kökdə 2'nin kvadratı 4 vurulsun 2 eləyir 8. Bu da olur kök altda 8. Bu da eləyir təzədən 2 kökdə 2. O da olur A variantı 103. 104-cü çalışma. Deməli, bizə belə bir ifadə verib. Kök altında 9 vurulsun kök altında 9 vurulsun kök altında 9 vurulsun kök altında. Belə gedir. Düzdür. Deməli, nə edərəm? Mən deyərəm ki, bu bir x-dir. Bilmirəm nədir. Düzdür. Onda, bax, bu kök altı ifadəyə obşi x demişəm da. Bax, bura baxın. Bu sonsuz getdiyinə görə onda bu da bir x-dir. Deyə bilərəm də. Çünki eyni şeydir axı. Onda nə olacaq? Kök altında 9 vurulsun x bərabərdir x-a. Bunu da necə həll eləyərəm? Belə də əslində görüşür ki, x 9-dur. Düzdür. Necə həll eləyərəm? Hər iki tərəf kvadrata yüksəldərəm. 9x bərabərdir x kvadrat. Keçirdərəm bir tərəfə x kvadrat çıxılsın 9x bərabərdir 0-a. X-i ortaq vuruq kimi çıxardaram. X minus 9 bərabərdir 0-a. Buradan x bərabərdir 0, bir də x bərabərdir nəyə? 9-a. Düzdür. Burada 0 götürməyəcəm. Nəyə görə? Çünki burada sıfırlıq bir şey yoxdur. Yəni hasil 0 olmayacaq onsuz da. Düzdür. Ona görə də tənlik olaraq bu tənliyin həlli daha 0. Amma bizim ifadənin cavabı deyil. Cavab olacaq nə? 9 A variantı. Eyni qaydada 105-də onun kimidir. 105-də də cavab olacaq nə? 16 C variantı. Növbəti sualımız 106. 106-da artıq fərqli tipdir. Kök altında. Bunun əslində düsturda var. 105-in də lap düsturunda deyək. Məsələn, belə eyni köklər, kökün altında eyni ifadələr hasil şəklində olanda bərabər olur. Bax, bu yazaq. Kök altında 16 vurulsun, kök altında 16 vurulsun, kök altında 16. Belə olanda kök altında 2 çıxılsın, bir kökün dərəcəsini azaldırlar da, aydındır. İndi kökün dərəcəsi burada 5-ci dərəcədən 5 minus 1 olur. 2-ci dərəcədən deyə kökün altında artıq nə olacaq? 2 minus 1-ci dərəcədən olacaq 16 ilə 2 minus 1-də elə o deməkdir ki, yəni çöldədir artıq. Kök ləğv oldu, olacaq 16. Aydındır. Eyni qaydada amma bölməsi olanda nə baş verir? Kök altında 3-cü dərəcədən 16 bölünsün, kök altında 3-cü dərəcədən 16 bölünsün, kök altında 3-cü dərəcədən 16. Bu qaydada bölmələr davam edəndə kök altında kökün dərəcəsini bir vahid artırırlar. 3 plus 1-ci dərəcədən 4. Daha doğrusu 16. Olacaq kök altında 4-cü dərəcədən 16. Bundan çıxacaq nə? 2. Bu düsturu yaddan çıxartmayın. Yaxşı. Sonra əslində bu da eyni qaydada sübut eləyə bilərsiniz. Bunu da baxın. Kök altında düstursuz da belə deyim 16 bölünsün. Kök altında 3-cü dərəcədən 16 bölünsün. Kök altında 3-cü dərəcədən bu qaydada gedəndə bərabərdir. Buna bir x desən, bu hissə yenə də x olur. Düzdür. Onda nə baş verir? Kök altında 3-cü dərəcədən 16 bölünsün x bərabərdir x-a. Hər iki tərəf kvadrata yüksəldəndə 16 kuba yüksəldəndə x bərabərdir x üstü 3-ə. Keçidəndə digər tərəfə hər tərəfə x-a vuranda olur x üstü 4. Buradan da x nəyə bərabər olur? 2-yə. Düstursuz da belə yaza bilərsiniz. Növbəti sualımız 107. Kökdə 2 üstə gəlsin, kökdə 3 üstündə 2 çıxılsın, kök altda 24 bölünsün 5.
Nə edə bilərəm? Heç nə edəcəm. Muxtasar vurma tətbiq edirəm. Kökdə 2-nin kvadratı eləyir 2. Kökdə 3-ün kvadratı eləyir 3. Birinci, ikinciyə vurmalısının 2 misli olur 2 kökdə 6. 24-də 4 vurulsun 6-da o da 2 kökdə 6-dır. Məxrəcdə də 5 var. Bunlar bir-biri ilə gedir. Olur 5 bölək 5. Cavab eləyir 1. 107-ci çalışma olur A variantı. 108. Sürət qoşmadır. Düzdür. Olur 1-in kvadratı çıxılsın, kökdə 2-nin kvadratı olur 1 minus 2. Məxrəc də qoşmadır. Kökdə 3-ün kvadratı çıxaq, kökdə 2-nin kvadratı olur 3 çıxaq 2. Mənfi 1 bölək 1. Cavab eləyir nə? Mənfi 1. A variantı. 109. 3 bölünsün 3 minus kökdə 12 plus 6 bölək kökdə 3. İfadəni sadələşdiririk. Sənin burada görəcəyin nə iş var? Məxrəci irrasionaldan azad eləyərsən. Qoşmasına vurarsan. Yəni 3-ü də vurarsan 3 plus kökdə 12-yə. 3 minus kökdə 12-ni də vurarsan 3 plus kökdə 12-yə. Eyni zamanda 6 bölünsün kökdə 3 var. Bunun surət və məxrəcini kökdə 3-ə vurub məxrəcin irrasionaldan azad eləyərsən. Bu olur 3 vurulsun 3 plus kökdə 12. Məxrəcdə nə olur? 3-ün kvadratı 9 çıxılsın. Kökdə 12-nin kvadratı eləyir 12. Üstə gəlinsin 6 kökdə 3 bölünsün 3. Baxın, bu mənfi 3 alınır burada, düzdür? Mənfi 3-də 3 vurulsun 3 plus kökdə 12. Burada da bununla bu ixtisar gedir, olur 2 kökdə 3 bərabərdir. Deməli, bununla bu gedir, mənfi 1 qalır. Mənfi 1 də surətə verəndə mənfi 3 çıxılsın, kökdə 12 olur. Üstə gələk 2 kökdə 3. Bununla bu eyni şeydir. Çünki kökdə 12 də 2 kökdə 3-dür. Cavab olur mənfi 3. 109-cu çalışmada A variantı. 110. 110-da nədir? 1 bölünsün 2 plus 2 kökdə 2 çıxılsın. Yox, üstə gəlsin 1 bölək 2 çıxılsın 2 kökdə 2. Müəllim, kökdə 8-dir. Kökdə 8 2 kökdə 2 deməkdir. Bunlar elə qarşılıqlı qoşmadır. Yəni elə də eləyə bilərik ya da ki belə bir şey eləyək. 1 2-ni ortaq vuruq kimi çıxardaq. 1 plus kökdə 2 olsun. Burada da yenə 2-ni ortaq vuruq kimi çıxardaq. 1 minus kökdə 2 olsun. Surətdə də 1. Bunun surət və məxrəcin 1 minus kökdə 2-yə vuraq. Bunun surət və məxrəcin 1 plus kökdə 2-yə vuraq. Nə baş verəcək onda? Məxrəc belə olacaq. 2 vurulsun 1 plus kökdə 2 1 minus kökdə 2. Məxrəc eyniləşdiyinə görə bir məxrəcdə yazıram. Birincinin surətini 1 minus kökdə 2-yə vurdum. Plus ikincinin surətini 1 plus kökdə 2-yə vurdum. Belə bir ifadə eləmişdik biz. Bunun surətində oldu 2. Bu qoşmalar da bir-birinə vuranda 1 çıxılsın. 2 olur, mənfi 1 eləyir. Olur mənfi 2, cavab olur mənfi 1. C variantı. Belə. Bu da bizim bu günə olan son izahımız. 110-un da cavabın nəyə görəsə bir də baxım. D variantı verib. Amma D variantda bir şey yoxdur. Bir də siz baxarsınız. Amma bu formada gedir də məxrəcin irrasionaldan azad edib sadələşdirsən. Sağ olun, gecəniz xeyrə qalsın, özünüzdən müğayət olun. Zehniniz sağ olsun.